Salam qızlar. Əməliyyatdan sonra 2 dəfədir çölə çıxıram. Niyə soruşursunuz, niyə çıxırsan deyə soruşası olsanız əgər. Çünki şarf almalıyam. Mənim şarfım yox imiş sən demə. Bir dənə nazik şarf var. Mən onu gətirdim, amma o şarf biraz narahat şarfdır. Ona görə onu taxa bilmirəm. Həm də ki, 6 gündür evdəyəm. Bildiniz, stres olurum evdə oturanda. Videonu Snapchatla çəkirəm. Çünki hazırda üzüm elə də yaxşı deyil. Filtrsiz çəkə biləcək qədər. Gördüyünüz kimi gözümün biri tam bağlanmır. Biri amma normal bağlanır. Bu əməliyyatın hələki şeyləridir. Təsirləri çünki gips burnundadır. Eyni zamanda içəridə tampon da var. Hələ heç bir çıxmayıb. İnşallah çıxandan sonra düşünürəm ki, bu aradakı problem yəqin ki, arana qalxmış olar. Üzüm də yavaş-yavaş sağalır. Baxın, burada yara var idi. Gözümün altı saralıb. Bilməm, burada hiss edirsiniz yoxsa bu hissələr demək olar saralıbdır. Çünki birinci görərdi, qızardı, bozardı. İndi saralmağa doğru gedir. İnşallah ki, saralmaqda qutarandan sonra yəqin ondan sonra artıq düzəlməyə getmək istəyər. Bu da Toru bəyin əlidir. Toru qalxma, qalxma, nə qurma. Deyərsən mənə qurma. Yaxşı da tut eləmə. Yadımda heç hərəkət eləmək istəyirəm. O dərəcədə qorxuram. Ən çox ondan qorxuram ki, sizə də alıram. Sonra ağır olar, hər şey daha da çətin olar. Çünki atan işlərini görəcəyim, ondan sonra anaya şarf alacaq. Atan işlərini görür, sonra anaya şarf alacaq. Bir suala 2 dəfə cavab verə bilmirəm, arsız, o qədər əsəbləşirəm. Düzdür, mən əvvəldən də əsəbi idim, yəni. Amma elə bir biraz da təsir göstərib, narkoz biraz da elə bir daha da əsəbi eləyibdir. Hələlik saçımı tam daraya bilmirəm. Əslində istəyirəm daramaq. Yoxlayaq görək, daramaq olur, yoxsa yox. Sizlə çöldə də video çəkəcəm. Bir də onu deyim ki, ilk dəfədir belə yatay video çəkirəm. Həmişə qızlar mənə deyirdi ki, videolarımı endilə çəkirsən, ona görə yəni videoların rez kimi görsənir, yatay çək. Mən də həmişə deyirdim, eləyəcəm, amma yadımdan çıxırdı. Hər dəfə çəkəndə yadımdan çıxırdı. Ona görə axı ki, bu dəfə. Dur, yaxşı. Bir dəfə dedim ki, belə çəkəcəm inşallah. Əgər əsəb olmasam təbii ki, bu videonun sonuna qədər. Gedək çöldəki işlərimizi də görək. Sonra belə Allah kərimdir. Saçımı bir həftə bundan qabaq yumuşaladım bir dəfə. 6-cı gündür, yox, bazar gündür. Bazar günü yumuşam. Rovna bir həftədir yumur. Həkim də deyib ki, yəni birbaşa baş-başağı salmaq olmaz. Ancaq arxaya durmalısın salonda. Bunu qorxuram hələ salona getməyə. İnsanların çox olduğu yerdə tək olmaq istəmirəm. Şarfı da gedib bəlkə özüm düşmədi. Yoldaşım düşdü. Deməli, qızlar. Çıxmağımıza az qalıb. Torlu da geyirdirdim. Qırğayla da olsa. İndi bu kütüt yağı ilə qarışmış olan yoğurtumu da içeyim. Və çıxaq gedək. Gerək, nə varırıq, nə iş görürük. Çolda hava nətərdir. Yəncə azadı, yüksəldi. Şarfım burada çox nazikdir, ona görə bunu bu zaman tutmur. Qaldıracaq hələlik, belə saxlasın. Və gedək özümüzə şarf alaq. Bir də görüm torlu qış geyimini almaq istəyirəm. Çoxludur qış geyimi. Təbii ki, ala bilsəm. Sinirlərini icazə versin.
Deməli, mənim halım olmadığı üçün aldıqlarını Toğrul özü təqdim eləyəcək. Dostlar. Birinci mənim özüm aldıqlarımı göstər. Çünki mən getdim, sonra siz özünüz aldınız. Məni gətirdilər evə qoydular. Mənim şu halım yanmamışdı. Biraz uzaqdan dur, dana qurban. O mənim şərfimdir deməli, qızlar. Bu şərfi mən 15 dənə şərfə baxıb, sonra almışam. Açdan qurban. Qız da sağ olsun, həqiqətən də mənə çox dəstək oldu. Yəni yorulmadan, bezmədən mənə kömək elədi ki, mən şərfi seçə bilim. Əslində korejli bir rəng istəyirdim. Ya da boz, tünd boz, amma olmadı. Ona görə bu rəng götürdüm. İki tərəflidir. İkisi də çox qəşəng rənglərdir. Gəl görək. Bu bir. Sonra koftasını da göstər ananı. Kofta. Bu da mənim koftamdır. Onu da araldan tut. Pijama deyil, ay tutun. Araldan tut. Pijama deyil, axana qı. Belə pijama olur. Qəşəng saxla da. Qollarını düz tut. Hələ balam təqdimatı tam öyrənməyib. Öyrənəcək inşallah. Nəysə. Bu düz. Elə düymələr görünsün. Nəysə, axır ki, qızlar jaketdir. Bu jaketi alınca, qoy onu da danışım sizə. Mənim ürəyimi partlatdı, satıcı sağ olsun. Sumqayıtda mənim Trendyol mağazası var. Oradakı qız bu koftanı mən dəyişib orada yoxlamaq istəyirdim mağazanın arxa hissəsində. Qoymadı mənə. Dedi ki, yox olmaz, bizi çıxardarlar işdən. Sonra dedim, qıraqda bir yerdə yoxlayayım evi. Yox, mütləq getməlisən deyir. Düzəltdi onu bir sərgiyə sal. Güya ki, şey eləməlisən, get bura. Mütləq sən deyir, getməlisən, paltar dəyişilən yerdə dəyişməlisən. Mən də deyirəm ki, ay xanım, bəs mən burnumun vəziyyətini görürsünüz də, mən məcbur qalıb çıxmışam çölə. Qoy cəmaatın içində çox girməyim. Valla bir çox belə pis, mədəniyyətsiz, belə qanacaqdan kənar bir satış meneceri idi. Yəni, bilirsiniz nətər, insan halına anlamaq lazımdır da. Sən görsən ki, mən əməliyyatdayam da, yəni mənim heç əlimin üstündəki göylər hələ sağalmayıb da. Necə insansız ola bilərsən ki, 1 qram anlayış göstərməzsən. Bu şarfı da aldığım, mənə kömək eləyən bir satış meneceri idi. Bunu da, yəni insanın qabiliyyəti olmayandan sonra həqiqətən də olmur da, yəni bir çobud, elə bir ki, bilsən nətər, elə baxır ki, yəni bəxtəvər burnunu düzəltdirib, deyirəm, yəqin ki, elə yanaşdı da, çünki çox insan arama baxanda elə deyir, da demirlər ki, vəziyyət nətərdir. Nəysə, başımızı çox ağrıtmayacaq. Elə insanlar üçün. Bu da mənim zontikimdir. Bu da Torlun zontikidir. Aç qoy zontikini də görsünlər. Biraz araldan. Bu da zontikidir. Anası özünə şarf alanda, bu da özünə zontik alıb. Bilməm, o hansı ara açıb işlədəcək. Ancaq... Yaşağını işlədim. Al, qulaqçığım qaldı. Qulaqçığı da göstər. Biraz araldan dur. Bu da Torlun qulaqçığıdır. Qışda qulağına taxacaq, hə, Torlun? Əla qəşəng mübarəksən. Bunları atası ilə alıb bu arada. Sonra bunu da bax. Torlun ümumiyyətlə həmişə mağazaya mənimlə bir yerdə gedir. Atasının o qədər səbri yoxdur. Bu dəfə atası ilə gedir. Aldığı rənglərin soyuqluğuna baxanda hiss olunur ki, oğlum uşağıdır. Gördüm, kurtka da o jaket deyil. Qara kurtka mən ömrü boyu almamışam. Bu birinci dəfədir bunun qara kurtkası olur. Bu da atası ilə gedib dedik. Rəngsiz tüdürmüşlər. Atamla, dayımla getmişəm, özümlə də. Bana da kurtka alma istədiydi. Özümlə qulaqçığı gördüm də. Bir dənə atam başqasından istədi bu qulaqçığını. Heç bir də bunun hamısı... Əgər əməliyyat olunmuşsunuzsa və yaxud da olunmaq istəyirsinizsə, indidən nəzərinizdə olsun. Tez müddət ərzində, yəni çölə çıxmayın, qaçmayın ki, ay bu dəqiqə çölə çıxın, mağazada neysə alınmaz. Mən elədim, səhv eləmişəm. Necə istəyirsə məsləhət verəm ki, eləməyin belə şey. Mən 6-cı günün sonundaydı çıxanda. Amma pis günə qaldım da, yəni qaydandan sonra hal-bahal oldum, başım gicərləndi, burnum başladı sızıldamağa. Ona görə hələ də ağrıyır, yenə buralarım ağrıyır hələ də.